Salam, buradan Azərbaycanın bütün dəyərli xanımlarımıza səslənirəm. Heç bir sərmayə qoymadan öz biznesinizi qurmaq istəyirsinizsə də bununla bağlı bizlərə müraciət edə bilərsiniz. Mən İbrahimova Zeynəb xanım, Lolis Baku şirkətinin direktoru. 5 ilə yaxında bu şirkətinə əməkdaşlıq edirəm. Şirkətimiz 10 illik bir şirkətdir və heç bir sərmayə qoymadan öz gəlirlərinizi götürə biləcəyiniz yeganə şirkətlə əməkdaşlıq edə bilərsiniz. Burada 5 qazanc planından yararlana bilərsiniz. Şirkətimiz sizlərə heç bir sərmayə qoymadan öz biznesinizi qurma imkanı yaradırsa da, bu 5 qazanc planını da sizin önünüzə çıxardır. Nədir birinci qazanc planımız? Heç bir ödəniş edəmədən bir aylıq mallar nisiyə götürürsünüz və azad satış edərək üzərinə istədiyiniz qiyməti qoyub sata bilirsiniz. Bu birinci. İkinci qazanc planımız nədir? Satışınıza düşən faiz maaş. Məsələn, 100 manatlı satış elədin 5 manatdır, 60 manatlı satış elədin 3 manatdır, 200 manatlı satış elədin 10 manatdır, 300 elədinsə də 21 manat maaş sizin şəxsi cibinizə gedir. Üçüncü qazanc planımız nədir? Üçüncü qazanc planımız ondan ibarətdir ki, satışınız düşən hədiyyələr. Məsələn, 100 manat satış elədiniz, bir ətir, bir duş geli hədiyyə. Yaxud ondan istəmirsinizsə, xırda əşyalarınızdan götürə bilərsiniz. Saç baxımından, cilt baxımından, uşaq üçün olan, böyük üçün olan kiçik hədiyyələrdən götürə bilərsiniz. Satışınıza düşən. Dördüncü qazanc planımız nədir? Dördüncü qazanc planımız ondan ibarətdir ki, satışınızın düşən bonus, yəni bir bonusun 1 manatdır. 100 manatlı satış elədiniz, əziz xanımlarımız. 100 bonusunuz yazılır. Əgər 200 manatlı satış elədiniz, 200 bonusunuz yazılır. Bunun üçün bizlərə elektrik eşyaları, qab-qacaqlar, cins eşyaları götürə bilərsiniz. 5-ci qazanc planımız isə nədir? İstəsəniz bu 5-ci qazanc planından yararlana da bilərsiniz, istəsəniz yararlanmaya da bilərsiniz. 5-ci qazanc planımız ondan ibarətdir ki, sosial şəbəkələrdə hazır şablon SMS-lərimizi yerləşdirərək xanımları bizlərə yönəldəcəksiniz. Bununla bağlı həmən xanım necə öz biznesinə addım atıb başladığı kimi, ondan sonra gələn xanımlar, dəvət etdiyi xanımlar eyni qaydada gedəcək və sadəcə xanımlardan gələn faiz maaşını götürəcəkdir. İstəsəniz bu 5 qazanc planının 5-ci olandan da yararlana bilərsiniz, istəsəniz yararlanmaya da bilərsiniz. Bu sizin şəxsi fikriniz. Kimlər yüksək gəlir əldə etmək istəyirsə də, bu cür bizimlə bağlı biznesimizlə əməkdaşlıq edə bilər. Bioda əlaqə nömrəmiz var. Əlaqə saxlaya bilərsiniz. Hər bir evdar xanım öz biznesini qura bilər. Bu biznes hər kəs üçündür, amma hər kəs bu biznes üçün ola bilməz.